Salam uşaqlar. Mən sizinlə bu gün Azərbaycan dilindən bir sözün, hər hansı bir sözün həm qrammatik mənasını, həm də leksik mənasının nə demək olduğunun izahını verəcəm. Qrammatik məna deyiləndə nə nəzərdə tutulur? Uşaqlar, əvvəlcə qrammatik mənanın, yəni bir sözün ümumiyyətlə həm qrammatik mənası olur, həm leksik mənası olur. Şəkilçilərin qrammatik mənası olur, amma leksik mənası olmur. Söz köklərinin isə həm qrammatik mənaları olur, həm də leksik mənaları olur. Qrammatik məna bir sözün hansı nitq hissəsinə aid olduğuna baxırlar qrammatik mənada. Baxın uşaqlar, qeyd etdiyim kimi qrammatik mənada hər hansısa bir sözün hansı nitq hissəsinə aid olduğuna baxılır. Məsəl üçün deyək ki, kitab sözü. Kitab. Kitab nədir uşaqlar? Oxumaq üçün bir vasitə, düzdür. Sualını verək. Nə? Kitab. Nədir bu? İsim. Biz ismin sualını verdik. Demək ki, kitab ismin sualına cavab verən bir əşyadır, deyək. Leksik məna nədir bəs? Leksik mənada isə bir sözün əsl mənası, həqiqi mənası nəzərdə tutulur. Yəni, məsəl üçün, kitab sözünü götürsək, kitab,